Bismillahirrahmanirrahim. Dəyərli müsəlmanlar, sizlərə sağlığında ikən cənnətlə müjdələnmiş daha bir səhabə barəsində qısa söhbət açmaq istəyirəm. Onun adı Talhə ibn Ubeydullah ibn Osman ibn Amr Əl-Quraşi Ət-Teymidir. Qureyşin Teym oğullarındandır. Bu da o deməkdir ki, o, Əbu Bəkr Sıddiq radiyallahu anhunun qohumlarından idi. Belə ki, o da Teym oğullarından idi. İslamı ilk əvvəl qəbul etmiş səhabələrdən biridir. Sağlığında ikən cənnətlə müjdələnmiş 10 səhabədən biridir. Ömər radiyallahu anhunun təyin etdiyi 6 nəfərlik şura əhlindən biridir. Əbu Bəkrın əli ilə İslamı qəbul etmiş 5 nəfərdən biridir. Müsəlman olmuş ilk 8 nəfərdən də biri məhz Talhə radiyallahu anh idi. Özü ticarətlə məşğul olurdu. Şama da ticarət üçün gedirdi. Peyğəmbər sallallahu aleyhi və səlləmlə birlikdə bütün döyüşlərdə iştirak etmişdi. Yalnız Bədir döyüşündə iştirak edə bilməmişdi. Çünki həmin vaxt o Şamda idi. Şamdan qaydanda artıq Bədir döyüşü baş vermişdi. Olduqca cəsur və qorxmaz bir adam idi radiyallahu anhu. Ümumiyyətlə, cənnətlə müjdələnmiş səhabələr bu müjdəni elə-belə almayıblar. Onlar Allahın dini üçün canlarını qoyublar. Uhud döyüşündə Talhə radiyallahu anhu xüsusi qəhrəmanlıq göstərmiş və dillər əzbəri olmuşdu. Həmin döyüşdə o, öz bədənini sipər edərək Peyğəmbər sallallahu aleyhi və səlləmi qoruyurdu ki, ona ox və nizələr dəyməsin. Öz canını fəda etmişdi ki, təki Rəsulullah sallallahu aleyhi və səlləm sağ qalsın. Həmin döyüşdə aldığı zərbələr nəticəsində bir əli şikəst olmuşdu. Buxarinin səhih əsərində Qays ibn Əbu Hazim radiyallahu anhudan rəvayət olunur ki, mən Uhud günü Talhənin Peyğəmbər sallallahu aleyhi və səlləmi qoruyarkən əlinin şikəst olduğunu gördüm. Onun başına qılıncla zərbə də indirilmişdi. O, Peyğəmbər sallallahu aleyhi və səlləmi çiyinlərinə alaraq qayanın üzərinə çıxarmışdı. Bilirsiniz, Uhud döyüşündə Peyğəmbər sallallahu aleyhi və səlləm də yaralanmışdı. Tirmizinin Sünən əsərində Zübeyir ibn Əvvam radiyallahu anhudan nəql olunan hədisdə o deyir ki, Uhud döyüşündə Peyğəmbər sallallahu aleyhi və səlləm qayanın üzərinə çıxmaq istədi, lakin bacarmadı. Bu vaxt Talhə radiyallahu anhu onun ayaqlarının altına oturdu və Peyğəmbər sallallahu aleyhi və səlləm qayanın üzərinə çıxa bildi. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, vacib oldu, ey Talhə. Yəni, cənnət sənə vacib oldu. Allahu Akbar. Bu əməli ilə cənnəti qazandı, radiyallahu anhu. Həmçinin Əbu Davudun Sünən əsərində Cabir ibn Abdullah radiyallahu anhudan nəql olunan hədisdə o deyir ki, Uhud döyüşü günü insanlar geri çəkildikdə Peyğəmbər sallallahu aleyhi və səlləm bir tərəfdə ənsardan olan 12 nəfərlə birlikdə idi. Həmin 12 nəfərdən biri də Talhə ibn Ubeydullah radiyallahu anhu idi. Müşriklər onlara tərəf hücum etdilər. Peyğəmbər sallallahu aleyhi və səlləm üzünü ətrafındakılara çevirib deyir ki, bunların qarşısına kim çıxa bilər? Talhə radiyallahu anhu cavab verir ki, mən, ey Allahın rəsulu. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sən dayan. Sonra ənsardan bir nəfər deyir ki, mən, ey Allahın rəsulu. Peyğəmbər sallallahu aleyhi və səlləm də deyir ki, sən çıx. Həmin ənsar çıxır və müşriklərlə vuruşaraq şəhid olur. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm yenə soruşur, bunların qarşısına kim çıxa bilər? Talhə radiyallahu anhu deyir ki, mən, ey Allahın rəsulu. Peyğəmbər sallallahu aleyhi və səlləm də deyir ki, sən dayan. Sonra ənsardan bir nəfər deyir ki, mən, ey Allahın rəsulu. Peyğəmbər sallallahu aleyhi və səlləm də deyir ki, sən çıx. Həmin ənsar da çıxır və müşriklərlə vuruşaraq şəhid olur. Beləcə
ənsarlar bir-bir çıxaraq şəhid olana dək vuruşurlar. Sonda yalnız Peyğəmbər sallallahu aleyhi və səlləmlə Talhə bin Ubeydullah radiyallahu anhu qalır. Peyğəmbər sallallahu aleyhi və səlləm soruşur ki, indi kim çıxar? Talhə deyir ki, mən ey Allahın rəsulu. Talhə çıxır və 11 nəfərin döyüşünə bərabər vuruşur. Döyüş zamanı əlindən zərbə alır və barmaqları kəsilir. Sonra onu qayanın üzərinə çıxardır. Talhə radiyallahu anhun fəzilətləri olduqca çoxdur. Onun ən əzəmətli fəzilətlərindən biri də bu hədisdə qeyd olunur. Tirmizinin Sünən əsərində Cabir ibn Abdullah radiyallahu anhudan nəql olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: kim yer üzərində gəzən şəhid görmək istəyirsə, Talhə ibn Ubeydullah'a baxsın. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm 10 nəfəri cənnətlə müjdələyərkən demişdi ki, Talhə ibn Ubeydullah cənnətlikdir. Hicrətin 36-cı ilində Talhə radiyallahu anhu Cəməl günü insanları döyüşü saxlamağa çalışarkən 62 və ya 64 yaşında öldürülərək şəhid olur. Möminlərin əmiri Ali bin Abu Talib radiyallahu anhu onun ölüm xəbərini eşitdikdə çox pərişan olur və ağlayır və deyir ki, kaş ki mən 20 il qabaq vəfat etmiş olaydım, bu günü görməzdim. Talhəni öldürən adamı cəhənnəmlə müjdəliyir Ali radiyallahu anhu. Talhənin 11 oğlu və 4 qızı olub. Allah ondan və bütün sahabələrdən, habelə Əhl-i Beyt mənsublarından razı olsun. Əmin.